Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. İbteda'a bi kudretihil halqa ibtidaen ve ihtera'ahum ala meşiyyetihi ihtira'en. Sümme seleke bihim tarika iradetihi ve ba'asahum fi sabili mehabbetihi. Salamlayıram hər birinizi, əziz tamaşaçılar. Səhifə-i Səccadiyyədən dərslər verilişini izləyirsiniz. Biz keçən verilişdə Səhifə-i Səccadiyyənin birinci duasına başladıq və qeyd olundu ki, İmam Səccad əleyhissalam hər vaxt Allaha həmd səna edəndə bu dua ilə başlayardı. Və duanın bu hissəsində İmam Səccad əleyhissalam buyurur ki, Allah Taala öz qüdrəti ilə xəlqi, yəni məxluqatını yaratdı və onları öz məşiyyət və iradəsi əsasında ixtira etdi. Duanın bu hissəsində diqqət etmək lazımdır. İmam Səccad əleyhissalam yaradılışın əvvəlinə işarə edərək Allah Taala necə və nədən bu aləmi, məxsusən yeri, göyü yaratdı, ona işarə edir. Ərəb dilində 3 dənə kəlmə var. Bunların demək olar ki, mənası eyni mənadır, amma cüz'i bir fərqləri vardır. Ərəb dilində yaratmağa xələqə kəlməsindən də istifadə edirlər. Xələqə yəni yaratdı. Digər bir kəlmə fətərə. Fətərə də yaratmaq mənasındadır. Xələqədə məsələn Quranda ayə var. Allahu xaliqu kulli şey. Allah Taaladır bütün şeylərin yaradanı. Fatir kəlməsi də vardır. Fatirus səmavati vəl ərs. Əfillahi şək. Ayə biz Allahda şək edə bilərik. Bir halda ki, fatirus səmavati vəl ərs. Yerin və göylərin yaradanı odur. Fatir də yaradan mənasındadır. Xaliq də yaradan mənasındadır. Bir kəlmə də vardır. O da bədi kəlməsidir. Axırda əyn hərfi ilə. Bədiüs səmavati vəl ərz. Yerin, göyün yaradanı. Pəs həm xaliq yaradandır, həm fatir yaradandır, həm bədi yaradandır. Allah barəsində Quranda hər üçü istifadə olunub. Amma bunların cüz'i fərqləri var. Fərqləri bundan ibarətdir ki, xələqə ümumi yaratmağa deyilir. Nədən yaranıb, necə yaranıb, hansı keyfiyyətdə, hansı heyətdə, hansı surətdə onlar nəzərə alınmadan mütləq yaradılışa xələqə, xəlq kəlməsindən istifadə olunur. Xaliqu kullu şey, Allah Taala bütün şeyləri yaradıb. Amma xaliq kəlməsi istifadə olunanda artıq nəzərdə alınmır ki, xüsusi bir keyfiyyətdə, xüsusi bir halətdə, xüsusi bir şəkildə onlara işarə olunmur. Amma fatir kəlməsində yaratmaqdan əlavə xüsusi bir keyfiyyətlə yaratmağına da işarə olunur. Fatirus səmavati vəl ərz və yaxud da fəəqim vəchəkə liddini hənifə fitrətəllahilləti fətərən nasə əleyhə. O fitrət ki, Allah Taala insanları o fitrət əsasında yaratdı. Orada ümumi yaratmaqdan əlavə xüsusi keyfiyyətlə yaranmasına da işarə olunur. Bu da xaliq və fatir kəlməsinin incə bir fərqi. Digər bir kəlmə ki, xaliq mənasındadır, o da bədi kəlməsidir. Bədi yəni ibtida edən, bu da yaratmaq mənasındadır. Amma elə yaratmağa deyilir ki, onu yaradanda onun ilk maddəsi və onun necə deyərlər, yaratmaq üçün hansı materiallara ehtiyacı var, hansı maddələrə ehtiyacı vardı, onlar olmadan yaratmağa deyirlər. Mən buna bir misal verim. Baxın, Allah Taala Quran-ı Kərimdə Həzrəti İsa əleyhissalamın dilindən buyurur ki, Həzrəti İsa əleyhissalam palçıqdan bir quş düzəltdi, o quşa üfürdü və bu həqiqi mənada quş oldu, həyata malik oldu və uçmağa başladı. Quranda İsa Peyğəmbərin dilindən deyil ki, mən xəlq elədim, xəlqə kəlməsini istifadə elədi. Düzdür, Həzrəti İsa əleyhissalam yaratdı, amma nədən yaratdı? Torpaqdan. Torpağı var idi, su var idi, torpaqla suyu qarışdı, palçıq oldu, palçıqdan bunu yaratdı. Amma Allah Taala yeri göyü yaradanda necə yaratdı? Yeri yaratmaq üçün, göyü yaratmaq üçün hər hansı bir maddə var idi. O maddələri bir-birinə tərkib etdi, sonra bu göyü yaratdı, yeri yaratdı. Belə ki, deyildi. Yəni, heç ilk materialı, ilk maddəsi olmadan yaradılışa
bədi kəlməsindən istifadə olunur. Bunu ona görə qeyd elədim ki, İmam Səccad əleyhissalam burada xələqə kəlməsindən istifadə eləmir. Fətərə kəlməsindən də istifadə eləmir. Bəlkə ibtədəə və ixtərəə. İxtərə bizdə də vardı, ixtira elədi. Amma ixtira ilə ibtədəənin də fərqi vardır. Diqqət edin, ibtədəə bi qudrətihil xəlq. Allah Taala xəlqi yaratdı, məxluqatı yaratdı. Öz qüdrəti ilə, amma ibtidaən ilk maddəsi olmadan heç bir şeyə malik deyildi. İlk materialı da elə orada Allah Taala yaratdı və göyü və yeri yaratdı və bütün məxluqatı yaratdı. Bu baxımdan biz lüğətə də müraciət edəndə belə qeyd edirlər. Əl-ibtidau, əl-ihdas, la əmmaddətin. İbtida həmin yaratmaq mənasındadır. Amma elə bir yaratmağı ki, onun heç bir maddi əvvəliyyəsi yox idi. Davamına diqqət edək və vəxtərəhum əla məşiyyətihi. Allah Taala bütün məxluqatı ixtira elədi öz iradəsi ilə. İxtiraən. İxtiranın mənası nədir? İxtiranın mənasında deyirlər ki, onun öncədən misalı, nümunəsi olmadan. Baxın, adətən bir bənna, bir binanı tikəndə xaricdə olan nümunələrinə baxır. O nümunələrə baxaraq bir dənə şey yaradır, bir dənə bina tikir. İndi ola biraz fərqliliklər də olsun, amma nümunələri vardır. Amma Allah Taala bu yeri, göyü yaradanda bunlardan öncə yer-göy var idi. O nümunələrə baxaraq Allah Taala bu yeri-göyü yaratdı. Belə deyildi. Bu barədə İmam Baqir əleyhissalamdan gözəl bir hədis vardı, mən burada qeyd eləmişəm. Buyurur ki, İnnəlləhə ibtədəəl əşyaə kullaha. Allah Taala bütün varlıqların hamısını yoxdan yaratdı. Nəinki yox bir şeydi ya, yəni onlar ki yox idi, onlara varlıq verdi. Hamısına bir elmihi, öz elmi əsasında, elmi zatı əsasında. Davamına diqqət edin, əla qeyri misalin kanə qəblə. Allah Taala bütün əşyaları yaradanda, göy, yer, bütün aləmdə gördüyümüz bütün şeylərin hamısı, heç bir nümunəsi yox idi. Allah Taala bunlara varlıq verdi, heç bir nümuni əvvəliyyəsi olmadan. Pəs buna əsasən fəbtədə əs-səmavat vəl-ərz, göyləri və yerləri onlara varlıq verdi. Bir halda ki, vələm yəkun qəbləhünnəs-səmavat vəl-ərzun. Nə yer var idi öncədən, nə də göy var idi. Bu ancaq bədi kəlməsi Allaha deyilə bilər. Allahdan başqa heç kim bədi-üs-səmavat vəl-ərz və bədi-ül əşya deyil. Bəli, xaliq insanlara da nisbət verilir. Necə ki, Quran-ı Kərimdə Allah Teala Həzrəti İsa əleyhissalamı deyir ki, Həzrəti İsa əleyhissalam yaratdı. Amma yaratdı nədən? Palçıqdan, torpaqdan, sudan, bunları tərkib eləməkdən. Hansı ki, bunlar əvvəlcədən yaranmışdı. O da yenə bir iznillahdır. Allahın izni iləndir. Allahın izni olmadan aləmdə heç bir şey baş verə bilməz. Digər bir kəlmə də ki, burada diqqət edək. Allah Taala bədi-üs-səmavatı vəl-ərzdir, bir qüdrəti. Allahın yenilməz qüdrəti ilə. Özü də əla məşiyyəti, öz iradəsi ilə. Yəni, həqiqətdə, əlbəttə fəlsəfədə birdən geniş bəhsli kəlam alimlər də buna işarə edirlər. Allah Taala qadirdir, qüdrəti vardır, amma nəinki qadiri mucəb olsun, bəzi filosofların dediyi kimi. Bəlkə Allah Taala qadiri muxtardır. Qadiri muxtarın mənası nədir? Qadiri muxtarın mənasında belə tərif edilir Allahın qüdrət sifəsində. Konul faili, o fail işi edən elə formadadır ki, inşaə fəələ, əgər istəsə edir və in ləm yeşə, ləm yefəl. Əgər istəməsə etmir. Yəni, bunun edib, etməməyi onun iradəsinə bağlıdır. İstəsə edər, məsləhət görərsə. İstəməsə etməz, onu məsləhət. Allah Taala ki, bu aləmi yaratdı, əla məşiyyətihi. Məşiyyətin öz iradəsi ilə bu işləri həyata keçirməkdə heç də məcbur deyildi. Bu da bir nöqtə. Davamında buyurur ki, Allah Taala ki, bu məxluqatı yaratdı, yox idilər, onlara varlığı verdi. Sümmə sələqə bihim təriqə iradəti. Allah Taala bütün bu hidayət-i təkviniyə işarə elədi. Bütün varlıqlarının hamısını öz iradəsi yolunda yola saldı. Ki, günəş bir yerdən çıxmalıdır, bir yerdə batmalıdır, ayın öz hərəkəti var, digər
məxluqatlar, fəsillər, ağaclar, bitkilər, bunların hamısını Allah Taala yaradandan sonra özlərinə məxsus hidayət-i təkvini əsasında, bəziləri necə deyərlər, qərizə əsasında, bəziləri iradə əsasında, bəziləri fitrət əsasında müəyyən yolu gedirlər. Bu bütün məxluqata aiddir. Bütün varlıqların hamısı öz necə deyərlər, hədəflərinə doğru addım edirlər, addım atırlar. Hamısı Allahın iradəsi əsasındadır. Və bəəsəhum fi səbili məhəbbəti, Allah Teala bunları hamısı məbus etdi. Bunları varlıq aləmində yaratdı. Amma bunların hamısı Allahın məhəbbət yolundadır. Yəni Allah Teala bunları sevərək yaratdı və bu hidayət-i təkvini əsasında hamısı özünün məqsədinə, hədəfinə çatmaq üçün hərəkətdədirlər. La yemlikuna təxirən əmma qəddəməhum iley və la yestətiuna təqəddümən ilə ma əxxərəhum ən. Heç bir varlıq Allah Taala əgər onu qabağa salıbsa, o arxaya keçə bilməz. Allah Taala bir varlığı arxaya salıbsa, heç vaxt o önə keçə bilməz. Artıq bu insanların əlində deyil. Allah Taala varlıq aləmində günəşi bir formada yaratıb, müəyyən mərhələdən sonra bu hərəkəti eləməlidir. Artıq o ki başlayıb hərəkətə, necə ki Yasin surəsində də bir ayə var ki, nə günəş aya qabağa keçə bilər, nə ay günəşə qabağa keçə bilər. Bunların hamısı Allahın iradəsi ilə həyata keçirilir. Fəsillərin öz məqamı var. Bahar fəsli gəlsin, qış fəslinin yerini tutsun, qış fəsli gəlsin, bahar fəslinin yerini tutsun. Bu mümkündür. Bu Allahın iradəsi əsasında bu formada da qabağa getməlidir. Davamında buyur ki, bunları yaratdıqdan sonra hər birini öz hədəfinə çatmaq üçün hər birinə müəyyən istedad verdikdən sonra bunlar öz hədəfinə doğru addım atırlar. Amma və cəalə likulli ruhin minhum qutən ma'luman məqsuman min rizqihi. Bu varlıqlardan hər biri üçün cəalə likulli ruhin minhum. Bu məxluqatlardan hər bir ruh üçün qərar verdi qutən. Qut yəni o şey ki, maye qüvvət deyirlər. Yəni hər bir şeyin özünün hərəkət etləməyi üçün xüsusi bir, necə deyək, belə deyək də, yemək vasitəsinə ehtiyacı vardır. Məsələn, bu heyvanlarda bir cürədir, bitkilərdə bir cürədir, insanlarda bir cürədir. Bunların hamısının ruzisini Allah Taala təqsim eləmişdir, müəyyən eləmişdir. Ma'lumə, məqsumə min rizqi. Əlbəttə, insanlar barəsində biraz fərqlidir. İnsanlara da Allah tərəfindən müəyyən ruzi təyin olunmuşdur. Allah tərəfindən bunlara çatmalıdır. Lakin insanlar bu ruzini əldə etmək üçün çalışmalıdırlar, səy etməlidirlər. Onların bu Allah tərəfindən ayrılan ruziyə çatmaq üçün öz iradələrdə, öz hərəkətlərdə mühüm rol oynayır. Amma hər halda bu da Quranda da ayə vardır ki, Allah Teala bu ki, nəhnu qəsəmna. Biz insanlar arasında bu ruzini biz böldük. Ruzi verən Allah Teala'dır. Amma insan otursun, ruzi onun dalıca gəlsin, belə bir şey yoxdur. La yenqusu mən zadəhu naqisun və la yezidu mən nəqəsə minhum zaidun. Tamamında buyur ki, əgər Allah Teala bir nəfərə artıq veribsə, ruzi baxımından onun əlin açıq edibsə, ona geniş, bol ruzi veribsə, heç bir kəs onun ruzisini azalda bilməz. Əksinə də, əgər Allah Taala birinə az ruzi veribsə, heç kəs onu çoxalda bilməz. Gözəl dualardan biridir ki, İlahi biyədikə, la biyədi qeyrikə. İlahi sənin əlindədir, səndən başqasının əlində deyil. Ziyadəti və nəqsi, mənim ruzimin çox olması, azalması və nəf'i və zərri, mənim mənfəətim, mənim zərərim, bunların hamısı sənin əlindədir. Əgər Allah Teala birinə izzət versə, onu zəlil etmək olmaz. Allah Teala birini zəlil edirsə, ona izzət vermək olmaz. Necə ki, Ali İmran surəsinin bir ayəsində belə qoyur: Allahümmə malikəl mulk, tu'tul mulkə mən təşa və tənzi'ul mulkə mimmən təşa. Ey bizim Allahımız, mülkün maliki sənsən, sahibi sənsən, istədiyə mülkü verərsən, istədiyindən alarsan. Tuizzu mən təşa və tuzillu mən təşa. İstədiyini izzətli eləyərsən, istədiyini zəlil edərsən. Biyədikəl xeyr, xeyr sənin əlindədir. İmam Səccad əleyhissalam da bu duada ona işarə edir ki, əgər Allah Taala birinə çox verdisə, ruzi baxımdan onun imkanatını geniş edir, başqası onu azalda bilməz. Əgər birinə az verdisə, az məsləhət edirsə, başqası onu çoxalda bilməz. Bizə ayrılan vaxt tamam oldu. İnşallah
duanın davamını gələn verilişdə siz əzizlərin nəzərinə çatdıraram. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.